Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. Qaradağ rayonunda ölüm və nəticələnən qəza olub. Xəbərə görə qəza hadisəsi rayonun Qobustan qəsəbəsi ərazisində baş verib. Belə ki, hərəkətdə olan Mercedes markalı minik maşına VAZ 21015 markalı avtomobilə toqquşub. Nəticədə VAZ-ın sürücüsü Mədəd adlı şəxs hadisə yerində ölüb. Digər avtomobilin sürücüsü və bir sərnişin xəsarət alıb. Faktla bağlı araşdırma aparılır. Ucarda sakin 16 yaşlı Əlisəfa Hacıyevin suda batmasının bəzi təfərrüatları məlum olub. Xəbər verilir ki, bu barədə onun əmsi Hikmət Hacıyev bildirib. Onun sözlərinə görə ailə üzvləri hadisə ilə bağlı məlumatı axşam saat 21:00 radələrində alıblar. Əlisəfa yaşıdları ilə Qazcan arxına çimməyə gedib. O burulğana düşərək batıb. Bütün gecəni axtardıq. Kənd sakinləri Fövqəladə Hallar Nazirliyinin qaynar telefon xəttinə zəng elədilər. Dalğıcılar göndərildi. Kənd sakinləri, xilasedicilər, dalğıcılar, hüquq mühafizə orqanlarının əməkdaşları səfərbər oldular və Əlisəfanın meyitini tapıb verdilər. Onun meyti batdığı yerdən təqribən 150 metr aralığından tapıldı. Əmisi bildirib ki, Əlisəfa Hacıyev 9-cu sinifi bitirib hərbçi olmaq istəyirmiş. O, ailənin tək oğlu övladı idi. Gənc ilk dəfə imiş, yaşıdları ilə Qaziyan arxından çimməyə gedirmiş. Xatırladaq ki, hadisə iyulun 10-da olub. 2010-cu il təvəllüdlü Hacıyev Əlisəfa Məhəmmədoğlu Qaziyan arxının Ucar rayonu Rəstəcə kəndi arasından keçən hissəsində boğulub. Allah rəhmət eləsin, yaxınlarına əzlərinə səbir dilərik.